Həndəsənin əsas anlayışlarına aid belə bir sual verilmişdir. Sualda alfa və beta uyğun tərəfləri perpendikulyar olan bucaqlar olarsa, x-in mümkün qiymətlərini tapmaq bizdən tələb edilir. İlk öncə, uyğun tərəfləri perpendikulyar olan bucaqların xassəsindən bilirik ki, onlar ya bir-birinə bərabər olmalıdır, ya da cəmləri 180 dərəcəyə bərabərdir. O zaman birinci halda yaza bilərik ki, alfamız 7x üstəgəl 10-a bərabərdir. 7x üstəgəl 10 bərabər olmalıdır 2x üstəgəl 35-ə. Buradan isə 2x'i sol tərəfə keçirsək, 5x bərabərdir 25 və x bərabərdir 5 tapmış oluruq. Birinci halda x-imiz 5-ə bərabər oldu. Digər halda isə qeyd etdik ki, onların cəmi 180 olmalıdır. Yəni 7x üstəgəl 10 üstəgəl 2x və üstəgəl 35 bu cəm bizdə 180 dərəcə verməlidir. Bunu hesablasaq 9x plus 45 dərəcə bərabərdir 180 dərəcəyə və 9x bərabərdir 135 və x bərabərdir 19 dərəcə tapmış oluruq. Bizdən isə x-in mümkün qiymətləri cəmi tələb edilir. O zaman 5 ilə 19-u cəmləsək bu cəmi 24 tapmış olarıq.